Hamıya salam. Bugünkü videoda 6 aprel 2025-ci il tarixində keçirilmiş 9-cu sinif buraxılış sınağının izahını paylaşacağam. Başlayaq sualların izahına. 31-ci sual. Çoxhədlini vurğulara ayırın. İlk öncə 3-ü mötərizə xaricinə çıxardaq. 1 çıxılsın 4a kvadratı. Daha sonra mötərizənin içərisindəki ifadəni müxtəsər vurma düsturunun köməyi ilə açaq. 4a kvadratı 2a'nın kvadratına bərabər olur. Kvadratlar fərqindən istifadə edək. 3 vurulsun 1 çıx 2a, 1 üstəgəl 2a. Cavab olur D variantı. 32-ci sual. A və B hadisələri üçün y/x nisbətini tapın. İlk öncə A hadisəsinə baxaq. A hadisəsinin baş verməməsi ehtimalı ilə baş verməsi ehtimalının cəmi 1-ə bərabər olmalıdır. Deməli, y-i tapmaq üçün 1-dən 0,28-i çıxmaq lazımdır. Cavab olur 0,72. B hadisəsinin baş verməsi ehtimalını da tapmaq üçün yenə 1-dən 0,76-nı çıxmaq lazımdır. 0,24. Y-i x-ə böləndə cavab olacaq 3. 33-cü sual. Bir üzünün diaqonalı 4/2 olan kubun yan səthinin sahəsini tapın. Kubun bir üzü kvadratdır. Kvadratın diaqonalı 4/2-yə bərabərdirsə, həmin kvadratın tərəfi olur 4. Kvadratın tərəfi kubun tilinə bərabərdir. Kubun yan səthin sahəsini tapmaq üçün S bərabərdir 4a kvadratı düsturundan istifadə edəcəyik. A-nı yerinə 4 yazsaq, 4 vur 4-ün kvadratı bərabərdir 64 olur. 34-cü sual. 6-da 1 hissəsi dolu olan çənin boş qalan hissəsinin həcmi dolu hissənin həcmindən neçə dəfə çoxdur? Çənin 6-da 1 hissəsi doludursa, onda tamdan 6-da 1-i çıxırıq, 6-da 5 hissəsi boş qalır. Boş qalan hissə 6-da 5-dir, dolu hissə 6-da 1-dir. Bunların nisbətini hesablayaq. 6-da 5 vurulsun 6, cavab olur 5. 35-ci sual. İfadənin qiymətini hesablayın. Surətdəki ifadəni müxtəsər vurma düsturunun köməyi ilə vuruqlara ayıraq. 402 çıxılsın 398, 402 üstəgəl 398 bölünsün 800. Bu cəm 800-ə bərabərdir. Ona görə də bunlar ixtisar gedir. Yerdə qalır 402 çıxılsın 398. Cavab olur 4. 36-cı sual. 60 ədədinin 60% A ədədinə, 80 ədədinin 80% isə B ədədinə bərabər olarsa, ifadənin qiymətini tapın. A bərabərdir 60 vurulsun 60%. Bu olur 36. B bərabərdir 80 vurulsun 80%. 64. İfadənin qiymətini tapaq. Kök altında 64 üstəgəl 36 bərabərdir. Kök altında 100. Cavab olur 10. 37-ci sual. M ədədi üçün doğru ifadələri müəyyən edin. M bərabərdir. İlk öncə bu ədədin açılışını yazaq. 100A üstəgəl 10B üstəgəl C. İkinci ədəd. 100B üstəgəl 10A üstəgəl B üstəgəl. Üçüncü ədəd. 100C üstəgəl 10C üstəgəl A bərabərdir. 100A 10A 1A 111A üstəgəl 100B 10B 1B 111B üstəgəl 100C 10C 1C 111C bərabərdir. 111-i ortaq çıxartsaq A üstəgəl B üstəgəl C qalır. Tapdığımız bu ifadə M ədədinə bərabər olur. Birinci ifadəyə baxaq. M ədədi 9-a qalıqsız bölünür. 111 A üstəgəl B üstəgəl C bölünsün 9. 111 ədədi 9-a bölünmür. Ona görə də M ədədi 9-a bölünmür. İkinci ifadə
37-yə qalıqsız bölünür. Məxrəci 37 yazaq. 111-i 37-yə böləndə 3 qalır. Deməli, bu ədəd 37-yə qalıqsız bölünür. Üçüncü ifadə 3-ə qalıqsız bölünür. 111 3-ə qalıqsız bölünür. 37 qalır. Deməli, ikinci və üçüncü ifadələr doğrudur. 38-ci sual. Köşkdə 2 ədədinin kəsr hissəsi A ədədinə bərabər olarsa, bu ifadənin qiymətini tapın. İlk öncə, köşkdə 2 ədədinin tam hissəsini tapaq. Köşkdə 2 köşkdə 1-dən böyükdür. Deməli, tam hissəsi 1-ə bərabər olur. Hər hansı bir ədədin kəsr hissəsini tapmaq üçün ədədin özündən tam hissəni çıxmaq lazımdır. Deməli, köşkdə 2 ədədinin kəsr hissəsi bu ifadəyə bərabər olur. Bu da bərabərdir A-ya. İndi ifadənin qiymətinə baxaq. 2 çıx köşkdə 2 bölünsün. A-nın yerinə köşkdə 2 çıx 1 yazırıq. Çıxılsın 1 bərabərdir. 2 çıx köşkdə 2 bölünsün. Köşkdə 2 çıxılsın 2. Bunlar əks ədədlərdir. Əks ədədlərin nisbəti də -1-ə bərabər olur. 39-cu sual. ABC üçbucağında MN AC-yə paraleldir. MN-in AC-yə nisbəti 2/3. BN 4 olarsa, NC parçasının uzunluğunu tapın. MN-ə 2x yazaq. AC-yə 3x yazaq. BN-in uzunluğunu 4 verib, bizdən NC-nin uzunluğunu soruşur. Oxşarlıq qaydasından istifadə edəcəyik. Həm kiçik üçbucaqda, həm də böyük üçbucaqda B bucağı ortaqdır. Daha sonra MN AC-yə paralel olduğuna görə bu bucaq alfadırsa, bu bucaq da alfa olur. Çünki bunlar uyğun bucaqlardır. Əgər bu bucaq betadırsa, onda bu bucaq da beta olur. Paralel xətlərin qaydasından bunlar uyğun bucaqlar olur. Bu iki üçbucağın bucaqları bir-birinə bərabər olduğuna görə bunlar oxşar olur. İndi uyğun nisbəti yazaq. Kiçik üçbucaqda B bucağının qarşısına duran 2x-in, böyük üçbucaqda B bucağının qarşısına duran 3x-ə nisbəti bərabərdir. Kiçik üçbucaqda bu bucağın qarşısına duran 4-ün, böyük üçbucaqda həmin bucağın qarşısına duran 4 üstəgəl A-ya nisbəti. 4 üstəgəl A bərabərdir 6-ya, A bərabər olur 2-yə. NC parçasının uzunluğu olur 2. 40-cı sual. 60 dərəcəli mərkəzi bucağa uyğun dairə sektorunun sahəsi 24 pi olarsa, dairənin radiusunu tapın. Sektorun sahəsi pi r kvadratı alfa böl 360 düsturu ilə hesablanır. Pi r kvadratı vurulsun 60 bölünsün 360 bərabərdir 24 pi. 6 pilər ixtisar gedir. R-in kvadratı bərabər olur 144-ə. R bərabərdir 12. 41-ci sual. İfadənin qiymətini tapın. Mötərizələri vurub açaq. Köşkdə 6 vurulsun köşkdə 3. Köşkdə 18. Üstəgəl köşkdə 6 vur 1. Kök altında 6. Çıxılsın. Köşkdə 2 vur köşkdə 3. Olur köşkdə 6. Köşkdə 2 vur 1. Olur köşkdə 2. Bərabərdir. Kök altında 18-i 9 vur 2 şəklində yazmaq olar. 9 kökdən çıxır olur 3 köşkdə 2. Çıx köşkdə 2. Qalır 2 köşkdə 2. Cavab A variantı. 42-ci sual. Hipotenuzlu köşkdə 21, katetlərindən biri köşkdə 5 olan düzbucaqlı üçbucağın digər katetinin uzunluğunu tapın. Köşkdə 21, katet isə köşkdə 5-dir. Pifaqordan istifadə edəcəyik. X kvadratı üstəgəl köşkdə 5-in kvadratı 5 bərabərdir hipotenuzun kvadratına. X kvadratı bərabərdir 16, X bərabər olur 4-ə. 43-cü sual. A üstəgəl B 8, A vur B 3 olarsa, cəmi tapın. Bu cəmi tapmaq üçün köməkçi müxtəsər vurma düsturundan istifadə edəcəyik.
A üstəgəl B-nin kvadratı çıxılsın 2AB bərabərdir. 8-in kvadratı çıxılsın 2 vur 3. 64 çıx 6 bərabərdir 58. 44-cü sual. ABC çoxluqları üçün ştrixlənmiş hissəyə uyğun ifadəni müəyyən edin. Əgər buranı da nəzərə alsaq, onda ştrixlənmiş hissə olacaq A ilə B-nin birləşməsi. Amma bu hissə ştrixlənməyib. Deməli, bunu ifadə etmək üçün A ilə B-nin birləşməsinin C-dən fərqini tapmaq lazımdır. Doğru cavab olur A variantı. 45-ci sual. Tənliklər sistemindən x üstəgəl y cəmini tapın. Yuxarıdakı bərabərliyi 3-ə vuraq. 9x çıx 3y bərabərdir 9. 2x üstəgəl 3y bərabərdir 13. Tərəf-tərəfə toplayaq. 11x bərabərdir 22. X bərabər olur 2-yə. Y bərabərdir 3x çıxılsın 3. 3 vur 2 6. 6 çıxılsın 3. 3. X üstəgəl y cəmi bərabər olur 2 üstəgəl 3. Yəni 5-ə. 46-cı sual. ABC natural ədədləri üçün A böl B 2 böl 3 və B böl C 4 böl 5 nisbətində olarsa, A üstəgəl B üstəgəl C cəminin ən kiçik qiymətini tapın. A bərabərdir 2K, B bərabərdir 3K olsun. Daha sonra bu nisbətə baxaq. 3K böl C bərabərdir 4 bölünsün 5-ə. C bərabər olur 15K bölünsün 4. Şərtdə qeyd olunub ki, bu ədədlər natural ədədlərdir. C-nin natural ədəd olması üçün K-nın yerinə 4 yazmaq lazımdır. Çünki bunlar ixtisar gedəndə C 15-ə bərabər olur. Deməli, K-nı 4 tapdıq. A bərabər olur 2 vur 4 8, B bərabər olur 3 vur 4 12. C isə 15-ə bərabər oldu. İndi bunların cəmini tapaq. 8 üstəgəl 12 üstəgəl 15. Cavab olur 35. 47-ci sual. A parametrinin hansı qiymətində n ədədinin 18 sayda vuruğu olar? N bərabərdir 4-ü 2 üstündə 2 kimi yazaq. 21 üstündə A-nı isə 3 üstündə A vur, 7 üstündə A kimi yazaq. Buradan görünür ki, vuruqlar müxtəlifdir. Sadə vuruqların sayını tapmaq üçün isə üstləri toplamaq lazımdır. 2 üstəgəl 2A bərabərdir 18, 2A bərabərdir 16, A bərabər olur 8-ə. Doğru cavab 8. 48-ci sual. Tənliyi ilə verilmiş çevrənin mərkəzinin koordinatları cəmini tapın. Tam kvadrata ayıraq. X kvadratı üstəgəl 6x. X üstəgəl 3-ün kvadratı. Üstəgəl y kvadratı çıx 12y. Y çıx 6-nın kvadratı. Bərabərdir. Tam kvadrata ayırmaq üçün bura 9 əlavə elədim. Bura 36 əlavə elədim. Ümumilikdə sol tərəfə 45 əlavə elədim. Deməli, sağ tərəfə də 45 əlavə edirəm və buradakı mənfi 4-ü sağa keçirirəm. Bura olur 49. Bərabərdir 49. Çevrənin mərkəzinin koordinatlarını yazaq. Düsturda burada mənfi idi. Deməli, çevrənin x koordinatı mənfi 3 olub ki, mənfi müsbət olub. Mənfi 3, müsbət 6. Koordinatların cəmini soruşur. Mənfi 3 üstəgəl 6 bərabərdir 3. 49-cu sual. Kvadrat tənliyin kökləri x1 və x2 olarsa, ifadənin qiymətini tapın. Köklərin cəmi əks işarə ilə ikinci əmsala bərabərdir, yəni müsbət 6-ya. Köklərin hasili isə üçüncü əmsala bərabərdir, yəni 4-ə. 6 böl 2 cavab olur 3. 50-ci sual. Bərabərsizliyin ən böyük tam həllini tapın. Vuruqlara ayıraq. X çıx kök altında 11, x üstəgəl kök altında 11. Kiçikdir 0. X-in bir qiyməti təqribən 3,2-yə bərabərdir. Digər qiyməti isə -3,2-yə bərabər olur. İntervallar üsulu ilə bunu həll eləyək.
Mənfi 3,2, 3,2. 4 qoysaq müsbət alar, 0 qoysaq mənfi, mənfi 4 qoysaq müsbət qiyməti alar. Bizə 0-dan kiçik aralıq lazımdır, yəni bu aralıq. Kökdə 11-in təqribi qiymətinin 3,2 olduğunu hardan bildim? Çünki kökdə 11 kökdə 9-dan sonra gəlir. Kökdə 9-un atam hissəsi 3-ə bərabərdir. Deməli, bu 3 ilə 4 aralığında bir qiymət alır. X-in ala biləcəyi qiymətlər mənfi 3,2, 3,2 aralığıdır. Deməli, bu bərabərsizliyin ən böyük tam həlli 3-ə bərabər olur. 51-ci sual. Alfa bucağı iti bucaq olarsa, n-in ən böyük tam qiymətini tapın. İti bucağın ala biləcəyi maksimal qiymət 89 dərəcədir. Deməli, alfa bucağı 90-dan kiçik olmalıdır. 4n kiçikdir 58, n kiçik olur 14,5. Deməli, n-in ən böyük tam qiyməti 14 ola bilər. 52-ci sual. Ordinat oxunu 0,23 nöqtəsində kəsən funksiyanın qrafikinin təpə nöqtəsinin koordinatı 3,5 olarsa, A çox B fərqini tapın. İlk öncə x-in yerinə 0 yazaq. Onda y c-yə bərabər olur. C-nin qiyməti isə 23-ə bərabər olur. Çünki x-in yerinə 0 yazanda y 23 qiymətini alır. Daha sonra təpə nöqtənin koordinatlarının tapılma düsturunu yazaq. M bərabərdir mənfi B bölünsün 2A. Bərabərdir 3-ə. B bərabər olur mənfi 6A-ya. İndi təpə nöqtənin y koordinatının tapılma düsturunu yazaq. 4AC çıx B kvadratı bölünsün 4A. B-nin yerinə mənfi 6A yazıb hesablayaq. N bərabərdir 4 vur A vur C çıx B-nin kvadratı. Yəni 36A kvadratı bölünsün 4A. Bərabərdir. Surətdən 4A-nı ortaq çıxardaq. 23 çıxılsın 9A böl 4A. Bərabərdir 5-ə. 23 çıxılsın 9A bərabərdir 5. 9A bərabər olur 18-ə. Deməli, A-nın qiyməti 2-yə bərabər olur. B-nin qiyməti isə mənfi 6A-dır. Mənfi 6 vurulsun 2, B olur mənfi 12. Bizdən A çıx B fərqini soruşur. A 2 idi, B isə mənfi 12-dir. Çıxılsın mənfi 12. Bərabərdir 2 üstəgəl 12, cavab olur 14. 53-cü sual. Mərkəzi O nöqtəsində olan çevrədə BA toxunan, BC kəsən, AB 6, BD 3, CY 3, NY bərabərdir MY olarsa, MN parçasının uzunluğunu tapın. YD-ni X ilə işarə eləyək. Belə bir xassə var ki, toxunanın kvadratı bərabərdir kəsənin çevrədən xaricdə qalan hissəsi ilə kəsənin hasilinə. Yəni 3 vurulsun 3 üstəgəl x üstəgəl 3. 36 bərabərdir 3x üstəgəl 18. 3x bərabərdir 18, x bərabər olur 6-ya. Bura oldu 6. İndi isə sadəcə çevrənin daxilinə baxaq. MN və CD vətərlərdir. Kəsişən vətərlərin belə xassəsi var ki, onların bölündüyü hissələrin hasili bir-birinə bərabər olur. MN Y-nə bərabər idi. Hər birinə A deyək, onda A vurulsun A bərabərdir 3 vurulsun 6-ya. A kvadratı bərabərdir 18, A bərabər olur kök altında 18 və ya 3 kök altında 2-yə. Bizdən MN parçasının uzunluğunu soruşurdu. MN parçasının uzunluğu 2A-ya bərabərdir. 2 vurulsun 3 kök altında 2. Cavab olur 6 kök altında 2.
54-cü sual. Həsənin 13, Yusifin isə 7 yaşı var. Neçə ildən sonra Həsənin yaşı Yusifin yaşından 1,5 dəfə çox olar? İllərin sayını x ilə işarə eləyək. X ildən sonra Həsənin 13 üstəgəl x yaşı olacaq, Yusifin isə 7 üstəgəl x yaşı olacaq. Həsənin yaşı Yusifin yaşından 1,5 dəfə çox olar. Deməli, Yusifin yaşını 1,5-ə vursaq, Həsənin yaşını taparıq. Bu tənliyi həll eləyək. 13 üstəgəl x bərabərdir 10,5 üstəgəl 1,5x. 0,5x bərabərdir 2,5-ə. X bərabər olur 5-ə. 5 ildən sonra Həsənin 18 yaşı olacaq, Yusifin isə 12 yaşı olacaq. Həqiqətən də Yusifin yaşını 1,5-ə vursaq, Həsənin yaşı alınır. Deməli, cavab olur 5. 55-ci sual. Bütün diaqonallarının sayı 9 olan düzgün çoxbucaqlının bir daxili bucağını tapın. Diaqonalların sayı düsturu n vur n çıx 3 böl 2 ilə tapılır. Bərabərdir 9. N'in kvadratı çıxılsın 3n bərabərdir 18. N'in kvadratı çıxılsın 3n çıx 18 bərabərdir 0. Hasili mənfi 18. Cəmi 3 edən ədədləri tapaq. 6, mənfi 3. Hasili mənfi 18 elədi, cəmi 3 elədi. Çoxbucaqlının tərəflərinin sayı mənfi 3 ola bilməz. Deməli, bu çoxbucaqlının 6 tərəfi var imiş. Çoxbucaqlının bir xarici bucağını tapanda 360-ı 6-ya bölürük. Deməli, bunun bir xarici bucağı 60 dərəcə imiş. Bizdən bir daxili bucağı soruşur. 180-dən də 60-ı çıxırıq. Bir daxili bucaq olur 120.